dinləyibdiniz sizi? Bəli, gəlir. Bütün orqanlar lazım tədbirlər görürlər. And the message they're giving us is that 2 aprel tarixindən başlayaraq Ermənistan tərəfinin qoşunların təmas xəttində mülki Azərbaycan əhalisinə qarşı törətdiyi bu vandalizmin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmaq üçün bu artıq ikinci səfərdir ki, təşkil olunur və burada bu səfərdə Al Jazeera, Reuters, Associated Press, Agence France Press, Anadolu, Türk TRT Volt və digər aparıcı media orqanlarının, o cümlədən də BBC-nin nümayəndələri iştirak edirlər. Yenə də burada məqsəd qoşunların təmas xəttində yaşayan dinc və mülki əhaliyə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilən vəhşiliklərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasıdır. Bu səfərlər mütəmadi əsasda təşkil ediləcəkdir. Düşdü böyrümüzə, yıxıldım arxın içinə. Məni dartdılar məcburdan, bir təhər çıxartdılar, çıxa bilmirdim. Qıçımdan qəlb yara saldım. Gecəz 12 radələrində ermənilər tərəfindən qıraat, top, mərmilər atıldı kəndimizə. Gəldi, düşdü bizim yanımıza, haradasa 2-3 metrliyimizə. Qəlpələr ayağıma dəydi, kəssi də, davanımı, yəni topuğumu bəhs zədəliyib. Sol tərəfdən düşürdü. Ani 27-dən keçən gecə erməni tərəfdən ateşkəs pozuldu, erməni çox atdı. Çıxdım çölə çıxandan atdılar, gəldi düşdü böyrümə düşəndə qəlbə sol tərəfdən böyrümə dəydi, oradan sonra şum etdi. Hayır, şum itirənlərdən telefon vasitəsi ilə xəbərdarlıq elədim, gəldilər, gətirdilər məni. To continue their education. Bu okul yaklaşık bir ay kadar önce Ermenistan ordusu tarafından hedef alınmıştı. Okuldaki yenileme çalışmaları da bir aydır devam ediyor. Ha? Tamam, fark etmez. Şey yaparız. Ümumilikdə ərazimizə belə deyək, təxminən 100 mərmi, 100-ə yaxın mərmi düşmüşdü və onun nəticəsində 27-sindən 28-sinə keçən gecə 29 evə ziyan dəymişdir. 3-ü tamamilə gördüyünüz kimi belə dağıdılmışdı, yerdə qalan zərər dəymişdi və ayın 1-dən 5-inə olan hadisələr zamanı 57 evə ziyan dəymişdi. Biz gözləmirdik ki, bunlar kəndi bu qədər aqressivcəsinə bütün artilleriyadan ateşə tutarlar. Bütün artilleriya işləyən halda adamlar çox belə qorxu içində, vahim içində hər bir tərəfə dağıldı. yarın buradan gedək. Mənim
torpağında onun nə işi var ki, gəlin mənim də bax, balalarımız hamısı dərgin düşür. Səfərbərliyi olsun, gedib torpağımızı işğaldan azad edin. Mən sizdən xahiş edirəm. Urus niyetin TRT World is on the front lines of occupied Karaman.